Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Ermənistanda doğum yeri Azərbaycan yazılan pasportların hələ də qüvvədə olması qalmaqal yaradıb. Publika Aza istinadən xəbər verir ki, Qarabağın işğalı dövründə Azərbaycan ərazilərinə köçürülmüş ermənilərə verilən Ermənistan pasportlarında doğum yeri kimi Azərbaycan göstərilirdi. Bu, Qarabağın Azərbaycan ərazisi Ermənistanın isə işğalçı olduğunu təsdiq edən fakt olsa da, rəsmi İrəvan bunu dəyişə bilmirdi. Çünki Qarabağ və işğal olunmuş digər ərazilər beynəlxalq müstəvidə Azərbaycan ərazisi kimi tanınıb. 2020-ci ildə 44 günlük vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad ediləndən sonra da Ermənistanın Qarabağda məskunlaşdırdığı ermənilərə verdiyi pasportlarda doğum yerinin Azərbaycan göstərilməsi dəyişməyi. Buna səbəb belə pasportların bir hissəsinin 2020-ci ilə qədər verilməsidir. 2019-cu ildə İrəvanın Daftaşen rayonundakı pasport idarəsindən yeni pasport alan Marina Belova adlı erməni qadın işğal dövründə Xocavəndin Çartar kəndində yaşayıb. Buna görə ona verilən pasportda doğum yeri Azərbaycan göstərilib. Pasportun etibarlılıq müddəti 2029-cu ilə qədərdir. Qarabağın işğaldan azad edilməsi ilə Ermənistana qayıdan Belova pasportun dəyişdirilməsi üçün dəfələrlə müraciət etsə də buna nail bilmir. Qarabağın azad edilməsindən 5 il keçməsinə baxmayaraq, belə pasportların hələ də qüvvədə olması erməniləri şoka salıb.